Hər vaxtınız xeyirli olsun. UNESCO-nun 1995-ci ildə qəbul etdiyi qərara əsasən hər il aprelin 23-ü dünyada kitab və müəlliflik hüququ günü kimi qeyd olunur. Ölkəmizdə də 1997-ci ildən başlayaraq bu günlə bağlı geniş tədbirlər, o cümlədən əqli mülkiyyət sahəsində tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə müxtəlif tədbirlər keçirilir. Xüsusilə də 2009-cu ildən başlayaraq hər il Ümumdünya Kitab və Müəlliflik Hüququ günü ilə əlaqədar Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi milli və beynəlxalq seminarlar, konferanslar erməni saxtakarlıqlarının ifşasına həsr olunur. 2016-cı ildən bu tədbirlər qədim mətnlər və klassik mənbələr, erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir başlığı altında müxtəlif mövzularla silsilə tədbirlər şəklində keçirilir. Bugünkü mövzu da qədim Turan haqqındadır. Ümumiyyətlə, Azərbaycan xalqının zəngin adət və ənənələrinin təbliği, xalqımızın folklor nümunələrinin və ənənəvi biliklərinin hüququ qorunması, xüsusən də ermənilər tərəfindən mədəni irsimizin mənimsənilməsi və saxtalaşdırılması cəhdlərinin qarşısına alınması, belə əməllərin ifşa edilməsi istiqamətində mühüm addımlar atılır. Erməni saxtakarlığı yerli və beynəlxalq ekspertlərin araşdırmaları, faktlarla geniş ictimaiyyətə çatdırılır. Bugünkü tədbirdə də əsas məqsəd qədim mətnlər və klassik mənbələr əsasında əsrlər boyu davam edər, ildən ilə artan və yeni dövrün elmi texniki nailiyyətlərini istifadə etməklə hazırki günümüzdə daha geniş vüsət alan və xalqımıza və ölkəmizə, mədəni irsimizə, tariximizə yönəlmiş təcavüzkar erməni saxtakarlığının və erməni mifologiyasının ifşa edilməsidir. Konferans davam edir, hazırda çıxışlarla davam edir, müxtəlif istiqamətdə fikirlər səslənir, faktlar, sübutlar təqdim olunur və bizim bu saata çatdıracaqlarımız konferansla bu qədər, amma biz xəbərlərin növbəti buraxılışlarında daha geniş materialımız olacaq ki, orada da daha geniş məlumatlar əksini tapacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.